Oktyabr ayının sonunda döşəmələri xırıldayan köhnə bir evə köçmüşdüm. Külək əsəndə pəncərələr ah çəkirdi. İlk gecə divarın içindən sakit bir tıqqıltı eşitdim. Qulağımı suvağa bastım. Mənə elə gəldi ki, kimsə qarşı tərəfi döyür. Bir az gözlədim, sonra səs dayandı. Növbəti gecə hər şey yenidən başladı. Yavaş, səbirli tıqqıltı. Otaqları yoxladım. Rəsmlərin arxasına və yatağın altına baxdım. Heç bir şey görmədim. Başımın yanındakı divardan bir tıqqıltı gəldi. Bu qonşunun boş evi ilə təmasda olan divar idi. Kiçik bir kamera aldım və yatağımın qarşısındakı rəfə qoydum. Mənə sübut lazım idi. Məni oyaq saxlayan şeyləri anlamaq istəyirdim. Kameranı açıq qoyub yuxuya getdim. Gecə saat 2:17-də oyanıb yataqda oturdum. Dodaqlarım əsirdi. Əlim divara uzanıb 3 dəfə döydü. Özümü ekranda izləyirdim. Videoda gözlərim boş idi. Üzümdə yüngül bir təbəssüm, səhv bir təbəssüm görünürdü. Geri dönərək yazını yenidən nəzərdən keçirdim. Videoda divara yaxınlaşdım və qulağımı bağladım. Mən qulaq asdıqdan sonra yaxınlaşdım və içəri gir deyə pıçıldadım. Pıçıltı sakit idi. Tam olaraq mənə bənzəyirdi. Mən səhərə qədər ekrana baxdım. Sonra qərara gəldim ki, çəkilmiş görüntüləri öz yeni YouTube kanalıma yerləşdirəm. Ola bilər kimsə izah edir. Ola bilər kimsə desin ki, bu stresdir. Ola bilər kimsə qaçmağımı məsləhət görər. Mən yükləməni bastım, başlıq yazdım, videonun xülasəsini yazdım. Oturaraq videonun işə düşməsini gözlədim. Yükleme tamamlandıktan sonra videonu tam ekrana sürüştürdüm. Yattığımı seyir ettim. Oyanıp pıçıldadığımı izledim. Sonra son səhnədən əvvəl video bir saniye dondu və öz səsim qeydə alınmış görüntü səsim yeni bir şey söyledi. Tam adımı dedi. Qorxmadan dedi. Şüşə kimi aydın idi. Məni buraxdığınız üçün təşəkkür edirəm. Arxamda sakit bir otaqda kimsə 3 dəfə divarı döydü. Mən döndüm. Qonşunun evi boş idi. Şkafın qapısı bağlı idi. Rəfdəki kamera çəkilişlərə davam edirdi. Ekranda kölgə divardan ayrılıb oturduğum yerdə dayananda üzüm gülümsəyirdi. Hərəkət etməyə vaxtım yox idi. Eşitdiyim son şey. Otaqda işıq sönməzdən əvvəl bunu müşahidə edə bilən hər kəsə indi onlara deyin deyən öz səsim idi.